Asfalt dağılıb, iri çuxurlar yaranıb. Bura Şəki-Zaqatala Gürcüstan yoludur. Yolun Şəki rayonunun Cumakən kəndindən keçən hissəsi tamamilə dağılıb. Yolun bərbad vəziyyətə düşməsi sürücüləri xeyli çətinə salır. Quşda su dolanda heç bilmir maşınlar şu yolun qırağına qaçıranda. Və yaxud da teşər cırılır, keçir yolun qırağına aşır. Nə bilim, bərbad ala düşür maşın. Tez olur. Sakinlər bildirirlər ki, onların maşınları tez-tez sıradan çıxır. Maşının təmirinə isə əlavə pul xərcləməli olurlar. Gördüğünüz bu tras 3 dənə rayona xidmət eləyir. Heç acınacaqlı vəziyyətdir, heç maşın sürmək olmur. Yağınlı illər, yağmalar su ilə dolur. Sürücü heç bilmir, yol düzdür, əyridir. Düşən kimi altından təkər çıxır, aşır. Bu yolu görmüşsən amma maşınlar toz kimi dağıdır. Hər 50-60 metrədən əvvəl quyular, yağmalar var. Təmiz vəziyyət ağırdır. Xahiş edirəm adiyyəti qurumlardan bizə köməklik edib yol düzəltsinlər. Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, vəziyyətə uyğun olaraq agentlik tərəfindən təmir işləri həyata keçirilir. Amma yolun əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var. Magistralın bu hissəsinin yenidən qurulması ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Maliyyə vəsaiti ayrıldıqdan sonra işlər həyata keçiriləcək. Rəhman Həkimzadə, Nigar Mahmudova, Xəzər xəbər.